sualı izah edəcəm. Bu yenə bloka gedən şagirdlər üçündür və MİQ və sertifikasiyaya hazırlaşan müəllimlər üçün yararlı ola bilər deyə düşünürəm. Sualımız belədir. Hansı cümlədə fərqli cümlə üzvlərinin sayı, baxın, fərqli cümlə üzvlərinin sayı fərqli nitq hissələrinin sayı ilə bərabərdir. Yəni burada 2 dənə cümlə üzvü varsa, burada da 2 dənə cümlə üzvü olmalıdır. Burada 3 dənə cümlə üzvü varsa, burada da 3 dənə cümlə üzvü olmalıdır. Aydın oldu mu uşaqlar? Yəni nitq hissəsi cümlə üzvü, fərqli cümlə üzvü neçə dənədirsə, fərqli cümlə üzvü, fərqli nitq hissəsinin sayı da o qədər olmalıdır. Gəlin indi baxaq. A variant. Onlar uşağa gün verib işıq verməyənlərdir. Kim onlar? Onlar kimdir? Uşağa gün verib işıq verməyənlər. Hamısı birlikdə feil sifət tərkibidir. Verməyənlərdir. İşıq verməyənlərdir. Gün verməyənlərdir. Uşağa gün verib işıq verməyənlər. Burada bunu sizə bir diqqətinizə çatdırım ki, əziz dostlar, burada 2 dənə tərkib var. Hansıdır? Uşağa gün verib işıq vermək. Əslində bunu biz bəzən feili bağlama, feil sifət tərkibi kimi götürürlər. Amma gün verib işıq verməmək frazeoloji birləşmədir. Nədir? Frazeoloji birləşmə. Ona görə də tərkibində feili bağlama, tərkibində feil sifət şəkilsi olsa belə, bu bütövlükdə bir frazeoloji birləşmə kimi götürüləcək. Çünki uşağa daha doğrusu günü verib işığı verməmək, yəni ona pis gün yaşatmaq, pis gün yaşatmaq mənasında, ona pis davranmaq, yaxşı davranmamaq mənasındadır. Aydın oldu mu? İndi gəlin keçək, baxaq görək bu cümlədə neçə cümlə üzvü var, neçəsinin sintaktik təhlilini eləyək. Eləmişik daha doğrusu, mübtəda var, xəbər var. Deməli, burada neçə dənə cümlə üzvü var? 2 dənə cümlə üzvü var. Gəlin nitqlərinə baxaq. Nitqlərində gəlin fərqli rənglərlə eləyək ki, bizə daha aydın olsun. Onlar, əvəzlik, uşaq, isim, gün, isim, vermək, feil, işıq, isim, verməyənlər, feil. Deməli, burada fərqli nitq hissəsi neçə dənədir? Onlar 1, uşaq 2, verməyənlər 3. Deməli, 3 dənə fərqli nitq hissəsi var, 2 dənə də fərqli cümləsi var. Bizim doğru cavabımız deyil. Gəlir doğru cavabımızın digərinə, növbəti variantı daha doğrusu. Mən işığa çıxan zaman bədənimin kölgəsi arxamca sürünür. Sürünür xəbər. Nə sürünür? Bədənimin kölgəsi. Nə zaman? Mən işığa çıxan zaman. Feil sifət tərkibidir. İsmi birləşmədir. Necə sürünür? Arxamca sürünür. Burada neçə dənə cümləmiz var? Zərflik, zaman zərfliyi 1, mübtəda 2, tərzi hərəkət zərfliyi 3, xəbər 4. 4 dənə cümləmiz var. Neçə dənə nitq hissəsi var? Gəlin nitq hissələrinin sayına baxaq. Mən, əvəzlik, işıq, isim, çıxan, feil, arxamca, cə, qoşma, sürünür, feil. 1, 2, 3, 4, 5. Deməli, burada 5 dənə nə oldu? Nitq hissəsi oldu. Bizə axtardığımız cavab deyil. Növbəti C variantına baxırıq. Müdriklikdən sonra insanlara verilmiş ən gözəl hədiyyə məhz dostluqdur. Dostluqdur xəbər. Nə dostluqdur? Hədiyyə. Müdriklikdən sonra verilmiş, feil sifət tərkibi ifadə olunmuş. Baxın, insanlara verilmiş, müdriklikdən sonra verilmiş, ayrı-ayrılıqda verilmiş feil sifəti ilə işlənir deyə bütövlükdə feil sifət tərkibidir və cümlə üzvü kimi təyindir. Gözəl yenə həmciz təyindir, hədiyyə mübtədasını izah edir. Neçə cümlə üzvü oldu? Fərqli cümlə üzvü oldu. Deməli, burada təyin var, mübtəda var və xəbər var. Demək ki, bizdə mübtəda, xəbər, təyin 3 dənə fərqli cümlə üzvü oldu. Neçə nitq hissəsi var? Gəlin ona da baxaq, əziz dostlar. Deməli, müdriklik, isim, sonra qoşma, verilmiş feil, ən ədat. Elə əsilməzlə ədat. Demək ki, burada neçə dənədir? 4 dənə cümlə üzvü var, bərabər deyil. Biz cümlə üzvü ilə nitq hissəsinin bərabərliyini axtarırıq. Kapitanlardan biri gəmidəki oğlana səsləndi. Səsləndi xəbər. Kimə səsləndi? Oğlana. Hansı oğlana?
cəmidəki kim? Kapitanlardan biri. Neçə cümlemiz var? Əziz dostlar, 1, 2, 3, 4. Xəbər, tamamlıq, təyin və mübtəda. Deməli, 4 dənə cümlemiz var. Neçə dənə nitq hissəsi var? Gəlin ona baxaq. Kapitan, isim, bir say, cəmidəki sifət, səsləndi, feil. Oğlanı götürmürük. Niyə? Zaten kapitan sözü var deyə biz oğlanı götürmürük. Deməli 1, 2, 3, 4. 4 dənə nitq hissəsi var. 4 dənə cümlemiz var. Doğru cavabımız D variantı. Gəlin E variantına da baxaq. Görək dəqiq olsun ki, variantımız sonra problem olmasın. Məntiqi fikirləri düşünüb, məntiqsiz davranışla hərəkət etmək hər bir insan tipinin xüsusiyyətidir. Baxın, insan tipinin xüsusiyyətidir. Hansı insan tipinin? Hər insan tipinin. Bu təyindir. Məntiqli fikirləri düşünüb feili bağlama tərkibidir. Amma feili bağlama tərkibi məntiqsiz davranışla hərəkət etmək məsdər tərkibinə daxil olduğu üçün biz bütövlükdə mübtəda kimi bunu götürürük və bu cümlədə 3 dənə cümləsi var. Bir mübtəda, bir təyin, bir xəbər. Mübtəda ilə xəbər quruluşca mürəkkəbdir. Təyin isə sadədir. Neçə nitq hissəsi var? Gəlin həmin nitq hissələrinə də baxaq əziz dostlar. Demək, məntiqli sifət, fikir isim, düşünüb feil, hər təyin. Ən azından hərəkət etmək feildir. Biz zaten birini götürdük. İnsan isimli götürdük. Tip isimdir. Xüsusiyyət isimdir. Məntiqsiz sifətli bayaq götürdük. Davranış isimli götürdük. Deməli, məntiq isim, fikirlər isim, düşünüb feil, hərdə əvəzlik. Deməli, burada da 3 dənə nitq hissəsi olduğuna görə biz bu variantı da götürmürük. Doğru cavabımız əziz dostlar D variantıdır. Özünüzə yaxşı baxın. Hər birinizə bu çətin yolda uğurlar arzulayıram.